önəmli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Avqust ayında pensiya gözləyən vətəndaşlar üçün ödəniş tarifləri ilə bağlı rəsmi məlumat açıqlanıb. Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata əsasən müxtəlif bölgələr üzrə pensiyaların ödənilməsi mərhələli şəkildə həyata keçiriləcək. İndi isə bütün detalları sizə ardıcıllıqla təqdim edirik. Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan əmək pensiyaçılarının avqust ayı üzrə pensiyalarının bu ayın 14 avqust tarixindən gec olmayaraq ödənilməsi nəzərdə tutulur. O deməkdir ki, həmin ərazilərdə yaşayan pensiyaçıların vəsaitləri göstərilən tarixədək onların bank hesablarına köçürüləcək. Digər rayon və şəhərlərdə qeydiyyatda olan əmək pensiyaçılarının ödənişləri isə növbəti mərhələdə həyata keçiriləcək. Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən rayonlarda qeydiyyatda olan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının 21 avqust tarixindən gec olmayaraq ödənilməsi planlaşdırılır. Bununla yanaşı, sosial müavinət alan vətəndaşlar üçün də ödəniş tarifi müəyyən edilib. Rəsmi məlumata görə müxtəlif növ sosial müavinətlərin 25 avqust tarixindən gec olmayaraq ödənilməsi nəzərdə tutulur. Vətəndaşlara tövsiyə olunur ki, ödəniş tariflərində bank kartlarını və hesablarını mütəmadi olaraq yoxlasınlar. Ödənişlər müəyyən edilmiş tariflər ərzində mərhələli şəkildə həyata keçirildiyindən vəsaitin hesaba daxil olması bankların emal müddətindən asılı olaraq kiçik zaman fərqi ilə baş verə bilər. Bir daha xatırladaq ki, rəsmi məlumata əsasən Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə əmək pensiyaları 14 avqust tarixindən gec olmayaraq ödəniləcək. Rayonlarda qeydiyyatda olan əmək pensiyaçıları və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları 21 avqust tarixindən gec olmayaraq ödəniləcək. Sosial müavinətlər isə 25 avqust tarixindən gec olmayaraq vətəndaşların hesablarına köçürüləcək. Əgər ödəniş tarifləri ilə bağlı hər hansı dəyişiklik və ya əlavə rəsmi məlumat açıqlanarsa, bu barədə də sizə operativ şəkildə məlumat veriləcək. Videonu bəyəndinizsə bəyənməyi, kanalımıza abunə olmağı və bildiriş zəngini aktiv etməyi unutmayın. Yeni rəsmi xəbərlər, pensiyalar, müavinətlər və sosial ödənişlərlə bağlı ən son məlumatları mütəmadi olaraq sizinlə paylaşmağa davam edəcəyik. Bizi izlədiyiniz üçün təşəkkür edirik.